Salam. Deməli bir ümumi sınaq var. Onu izah etmək istəyirəm. Müəllim yazıbdı. Birinci sual uyğunluğu müəyyən edin. Eramızdan əvvəl 8-ci əsr, eramızdan əvvəl 7-ci əsr və eramızdan əvvəl 6-cı əsrə aid olan hadisələr seçməliyik. Dorilər Mikena mədəniyyətini məhv etdilər. Bu heç birinə uyğun getməyəcək, çünki Dorilərin Mikena mədəniyyətini məhv etməsi eramızdan əvvəl 2-ci minillikdir. Drakon tərəfindən qanunların tərtib edilməsi isə eramızdan əvvəl 621-ci ildir. O gedəcək 2-yə. 2-yə B gedir. A heç bir yerdə olmayacaq. Deməli, A olan variantları çıxırıq. A variantı, C variantı, Y variantı, D variantı, 2-yə isə D gedən variant, bir dənə B-dir. Onda B-ni yoxlayacaq. 2-yə bir də B gedir. Drakon tərəfindən qanunlar, B-ni dedik. 2-yə bir də D, Afinada hakimiyyət oliqarxiyaya çevrildi. Bəli, bir də 3-ə C, borc köləliyi ləğv edildi. 594-cü ildə Salon islahatına əsasən. Bu da doğrudur. 1-ə isə Y, Sparta şəhər dövləti yaradıldı. Bəli, bu da doğrudur. Cavab olacaq B variantı. İkinci testə baxırıq. Mezolit və eneolit dövrlərinə aid oxşarlıqları seçin. Daşdan geniş şəkildə istifadə edilməsi, bu doğrudur, ikisinə də gedir. Dairəvi evlərin inşa edilməsi, bu sırf eneolitə aiddir. Sənətkarlığın əhalinin yaşayışına mühüm yer tutması, bu da eneolitə aiddir, oxşar deyil. Ana xaqanlı mövcud olması oxşardır. Heyvanların əhəlləşdirilməsi də oxşardır. Deməli, 4, 1, 4 və 5 olacaq. O da cavab olur. Hansı? A variantı. Üçüncü test. Verilən əlamətlər aiddir. Əyanların xüsusi mülkiyyətində idi. İrsən keçən torpaq mülkiyyət formasıdır. Bu Sasanilər dövründə olan Dastakertə aiddir. Cavab A variantı. Şumer şəhər dövlətlərinə aiddir. Hieroqlif yazı sistemi aid deyil. Deməli, 1 olanlar çıxır. Y və B variantları çıxdı. Eramızdan əvvəl 3-cü əsrdə vahid şəkildə birləşmələri, Şumer şəhər dövlətlərinin vahid şəkildə birləşməsi kimi bir cümlə görməmişik. Sarqon tərəfindən işğal edilmələri doğrudur. Eradan əvvəl 24-cü əsrdə Sarqon tutubdu və eramızdan əvvəl 3-cü minillikdə 1-ci Tutmos tərəfindən işğal edilməsi, bu da yanlışdır. Sıfırın kəşf edilməsi də Hindistandır. O zaman olacaq yalnız 3 A variantı. 5-ci test. Sasani şahı 2-ci Yezdəgirdin vəfatından sonra Alban hökmdarı zərdüştlükdən imtina edərək Sasani tabəliyindən çıxdı. Hətta Çora dərəsini, Dərbənd keçidini tutdu və Massagetləri öz tərəfinə çəkdi. Mətndə bəhs edilən Albaniya hökmdarının Roma imperatoru Konstantinlə ümumi cəhətini qeyd edin. Deməli, 2-ci Yezdəgirdin Konstantinlə ümumi cəhəti xristianlığa rəsmi din kimi elan etməsi, xeyr, bu yanlışdır. Sasani dövlətinə qarşı mübarizə aparması, 2-ci Konstantin Sasani dövlətinə qarşı mübarizə aparmayıbdır. Paytaxtı yeni şəhərə köçürməsi olacaq. Cavab C variantı. Çünki 2-ci Vaçe də paytaxtı köçürdübdür, Konstantin də paytaxtı köçürdübdür. Və mətndə 2-ci Vaçedən söhbət gedirdi. 6-cı test. Xronoloji ardıcılığı müəyyən edin. Marius ailəsinin süqut etməsi eramızdan əvvəl 180-ci il, Çində sarısarıqlar üsyanının baş verməsi eramızdan əvvəl 184, daha doğrusu bizim eranın 184-204-cü ili, Böyük imperiyasının, Hun imperiyasının parçalanması isə eramızdan əvvəl 58-ci ildir. Deməli, birinci 1, sonra 3, sonra isə 2 olacaq. 1, 3, 2 isə demək B variantındadır. 7-ci testdə biraz yanlışlıq var, ona görə onu izah etmirəm. 8-ci test. Uyğunluq gözlənilmişdir. Elm mədəniyyətinin təsirinə məruz qalmışdır. Manna dövləti yanlışdır. Ağsaqqallar Şurasının qanunverici səsə malik idi. Atropatena yanlışdır. Pompeyin şərqə yürüyüşü zamanı Romadan asılı olmuşdur. Albaniya yanlışdır. 26 dildə danışan tayfalar yaşayıb. Manna yanlışdır. Azərbaycan xalqının formalaşması prosesi başlayır. Eradan əvvəl 4-cü əsrin ikinci yarısı doğrudur. Albaniya və Atropatena yaranması ilə Azərbaycan xalqının formalaşması başlayır. 9-cu test.
Verilənlər arasında hansı Alban hökmdarına aid məlumat yoxdur? Sasani şahı 1-ci Şapurla mübarizə aparmışdır. Bu birinci vaciədir. Y variantı çıxdı. Haylandur hökmdarlarının hücumuna məruz qalmışdır. Bu olacaq ikinci vaciə. Çünki Haylandurları Firuz köməyə çağırır. A da çıxdı. Roma ilə mübarizədə Girdiman vilayətini itirmişdi. Bu olacaq Urnayır. B də çıxdı. Deməli A, B, Y çıxdı. 5-ci əsrin 1-ci yarısında hakimiyyətdə olub. Bu da olacaq Asvagen. Ona görə qalır 3-cü Mömin Baçaqan. C variantına aid hadisə yoxdur. 10. Hadisələrdən hansının yerini dəyişsək, daş dövrünə aid xronoloji ardıcıllıq düzgün müəyyən etmək olar. 1. Qədim insanların ilk kollektivdə yaşaması, bu sürü ulu icmadır. 1. Neandertal insanların meydana gəlməsi orta paleolitdir. Deməli 1-6 paleolit, 2 orta paleolit, ox və kamanın kəşfi mezolit, rabitəli nitqin yaranması isə üst paleolit. Deməli 3 ilə 4-ün yeri dəyişməlidir. Əhalinin oturaq həyata keçirməsi isə neolitdir. 3 ilə 4-ün yeri Y variantıdır cavab. 11. Atropatena dövlətinə aid deyil. Quldar monarxiyadır, doğrudur. Əhalisi Yunan mədəniyyətlə tanış idi, doğrudur. Keriftoda görürük bunu. Midiya dövlətində nasıl hala düşüb? Bu aid deyil. Cavab C variantıdır. Qalan Roma dövləti ilə müharibə, ərazisində Kaspia və Kadusilər bunlar aiddir. 12. Uyğunluğu müəyyən edin. Burada deməli 4 Tunisdir, 2 Yunanistandır, 3 Misirdir, 1 isə Romadır. Yəni məşhur qədim dünyanın məşhur ölkələri. Və yaxud 4 müasir Tunis qədim Karfagendir. Bu müharibəsində məğlub edilmişdir. Bu Karfagenə gedəcək. Deməli 4-ə A. 4-ə A da 2 yerdə var. Demək 2 variantın arasında qalırıq. B və D variantlarının. Eradan əvvəl 2-ci minillikdə işğalçılıq siyasəti aparmışdı. Bu olacaq Roma dövləti. Deməli 1-ə isə B. 4-ə A, 1-ə B. Görək 4-ə A, 1-ə B harda var? Biz Y ilə qalmışdıq. Yox, D ilə. 1-ə isə D-ni yazıbdı. 1-ə D, 2-ci əsrdə Makedoniyanın işğal... 2-ci minillikdə deyir o, mən əsr bildim. 2-ci minillikdə işğalçılıq siyasəti onda Misirə gedəcək. O zaman bizim variantımız olacaq D variantı. Bir dənə D-ni yenə də yoxlayaq. 1-ə D. Deməli, Romaya D götürürük. Eradan əvvəl 2-ci əsrdə Makedoniyanı işğal etmişdir. 2-yə isə C götürürük. C, eramızdan əvvəl 5-ci əsrdə Əhəməni dövlətini məğlub etmişdir. Yunanistan doğrudur. 3-ə B götürürük. 3 Misirə eradan əvvəl 2-ci minillikdə işğalçı siyasət aparıb. Bəli, bütün məşhur fironlar 2-ci minillikdə yaşamışdı. 4-ə isə A götürürük. Karfagenə də A getdi. Cavabımız olacaq D variantı. 13. Tarixdə imzalanmış ilk beynəlxalq müqavilənin şərtlərindən idi. Fələstin, Suriya və Finikiya Hitlərə verildi. Xeyr, Hitlərə verilməyib. Fələstin, Finikiya və Suriyanın cənubu Misirə, Şimali Suriya isə Hitlərə çatdı. Bəli, Suriyanın cənubu Misirə verilir. Biri 2-dir. Nubiyadakı qızıl mədənləri Misirin ixtiyarına verildi. Xeyr, bu yanlışdır. Tərəflər başqa dövlətlərə qarşı bir-birinə yardım etməli idilər. Bəli, bu da doğrudur. Cavab 2 və 4 A variantı olacaq. 14. Lullubi, Kuti və Turukki dövlətinə aid üçlü Venn diaqramına baxırıq. Deməli, Mesopotamiyanı işğal etməsi. Mesopotamiyanı işğal edibdir Kutilər. Deməli, 2-yə gedəcək A. 2-yə A görək neçə yerdə var? 3 yerdə var. Urmiya gölü ətrafında meydana gəlməsi. 4 isə, 4-ə isə B gedəcək. 2-yə A, 4-ə B. 2-yə A, 4-ə B isə 2-yə A, 4-ə Y variantında var. İndi Y variantını yoxlayaq. 1-ə, Lullubiyə D. Nuzi şəhərlə ticarət. Bəli, doğrudur. 2-yə A. Mesopotamiyanı işğal etməsi Kuti. Bəli, doğrudur. 3-ə C. Eradan əvvəl 2-ci minillikdə Babil ərazisində məskən salması Turikilər. Bəli, bu da doğrudur. 3-ə C. Deməli, bir dəqiqə gözüm 3-ə biz də D-ni götürürük. 3-ə D-ni götürürük. Yox, bax, mən variantı itirdim. Bir dəqiqə varianta baxacağam. Bəli, cavab olacaq Y variantı. Y variantı olacaq. Lullubiyə götürəcəkdir. Nuzi şəhərinin ilə çərət əlaqəsi.
2-yə olacaq A, Mesopotamiyanı Kutilər işğal edib. 3-ə C, Turukiyə gedəcək. İkinci minillikdə Babil arasında məskən salması. 4-ə isə B, Y, ortaya isə Urmiya gölü ətrafında meydana gəlməsi və ikinci minillikdə Asuriya işğalına qarşı mübarizə aparmaqları. Cavab Y oldu. Sonra uyğunluğu müəyyən edin. Qədim Çində Sin sülaləsi və Xan sülaləsinə aid olan hadisələr götürürük. Bir dəqiqə, bunu buradan çıxardıq. Demək, bu sülalələrə aid hadisələr götürürük. Sin sülaləsi ölkəni 36 vilayətə bölüb, bəli, Sin Şuxandiyə aiddir. Amma Korey və Vyetnamı Xan sülaləsi dövründə tutublar. Böyük Çin səddinin tikilməsi də Sin sülaləsinin dövrünə düşür. Çünki eramızdan əvvəl 214-cü ildə tikilibdir. Teoman Tanrıya qarşı. O zaman və Sin Şuxandi tərəfindən 1-ə A və C gedəcək. 1-ə və A, C, 1-ə A, C isə 3 variantda var. İndi 2-yə sabah Xan sülaləsi Böyük İpək yolunun çəkilməsi. Bəli, doğrudur. 1-ə A, C, 2-yə A. 1-ə A, C, 2-yə A. Deməli, 2 yerdə var. D və Y variantında. Hun dövləti ilə Pinçen müqaviləsi imzalanması. Bu da doğrudur. 2-yə AB. 1-ə AC, 2-yə isə AB. 1-ə AC, 2-yə AB isə D variantındadır. 33 kitabədə islahatların həkk edilməsi isə qədim Çinə aid deyil. Qədim Hindistana, Aşokaya aiddir. 16-cı test. Uyğunluğu müəyyən edin. Eradan əvvəl 1-ci əsr Albaniya və Atropatenaya aid hadisə götürəcək. Roma dövləti ilə dostluq münasibətinin qurulması. Bu, Atropatenaya aiddir. Çünki Fraspadan sonra Artabast Roma ilə dostluq münasibəti qurmuşdu. Bu da eramızdan əvvəl 1-ci əsrdədir. Qanıq döyüşündə Roma sərkərdəsi Pompeyin qoşunlarına məğlub olması. B gedəcək 1-ə. 2-yə A, 1-ə B. Görək harada var? 2-yə A, 1-ə isə B. 2-yə A, 1-ə B variantı tapdıq. Bu isə C variantıdır. İndi gəlin görək, 1-ə C də gedirmi? 1-ə C. Yerli hökümdarların öz pullarını kəstirməyə başlaması. Bəli, o da gedəcək. 2-yə isə A və D. 2-yə isə A, Roma dövləti ilə dost. 1 də D. Fraspa döyüşündə Roma ordusunu məğlub etməsi də Atropatenaya gedəcək. Cavab C variantı olur. 17. Eramızdan əvvəl 4-cü əsrdə Yunan şəhər dövlətləri və həmən dövlətinin süqutunun oxşar cəhəti. Romanın şərqə doğru yürüş etməsi. Xeyr, Roma ilə əlaqəsi yoxdur. Sparta şəhər dövlətinin hücumu da deyil. Cavab olacaq Makedoniya dövlətinin işğalına məruz qalması. Eramızdan əvvəl 330-cu ildə Əhəmənilər, eramızdan əvvəl 338-ci ildə isə Yunan şəhər dövlətləri Xeyroniyədən sonra süqut etdi. 18. Xronoloji ardıcılığı düzün. Qədim Roma imperiyasının süqut etməsi, daha doğrusu qərbi, bizim eranın 476-cı il, Qıraq qardaşlarının islahat keçilməsi 133, 123, deməli, eradan əvvəl, Spartakusiyanı eradan əvvəl 74-71, Roma imperiyasının paytaxtının Bizantiya köçürülməsi isə eramızdan əvvəl 300, daha doğrusu bizim eranın 330-cu ili. O zaman biz birinci nəyi götürürük? Birinci götürürük eradan əvvəl ən böyük ili, o da 2-dir. 2, 3, daha sonra 4, 1. 2, 3, 4, 1 isə A variantında var. 19. Aşağıdakılar hansı döyüşün nəticəsidir? Ərəblərin qələbəsi ilə başa çatdı. Cavanşir Sasani şahı tərəfindən mükafatlandırıldı. Bu Y variantıdır. Kadisiya döyüşünün nəticəsidir. 20. Alban memarlıq abidəsi olan Ağoğlan məbədi yerləşirdi. Burada Ağoğlan məbədi Laçındadır. Laçın isə 2-də verilmişdi. Cavab B variantı 2. Səbəb nəticə əlaqələrinin düzgün verildiyi variantı müəyyən edin. Eradan əvvəl 66-cı ildə Kür çayı sahilində döyüşün baş verməsi nəticəsində Albaniya dövləti Roma qoşunlarına məğlub oldu. Deməli, bəli, doğrudur. Roma qoşunlarına albanlar məğlub olur. Biri götürürük. Romalıların şərqə doğru yürüyüşü nəticəsində Parfiya və Atropatena dövlətləri bir-birilə yaxınlaşdı. Bu da doğrudur. 1-2. 3-4-ün səhv olduğundan əmin olaq. 1-2 variantı da varımızdır. C variantı. Makedoniyalı İskəndərin ölümü nəticəsində Azərbaycanın cənubunda ilk dövlət yarandı.
Cənubda ilk dövlət orada yaranmır. Çünki Cənubda ilk dövlət Manna artıq əvvəl var idi. Ona görə 3 yanlışdır. Düzdür, Makedoniya İskəndərin ölümündən sonra Atropatena yaranır Cənubda, amma ilk dövlət deyil o. 4. Eradan əvvəl 3-cü əsrin sonlarında Selevkilərin Atropatenanı tabe etməsi nəticəsində Atropatena dövlətçiliyinə son qoydu. Bu da yanlışdır. Çünki Atropatena dövlətçiliyinə son qoyulması o dövrdə deyil. Məsələn, Parfiyanın işğalı ilə verilir eradan əvvəl, bizim eranın 20-ci ilində, amma tam Atropatena dövləti ərazi baxımından da Sasanlərin tərkibinə, yəni Atropatena ərazisi də Sasanlərin tərkibinə daxil olması isə 227-ci ildə göstərilir. Deməli, bu da yanlışdır. 1 və 2 isə doğrudur. Cavab C variantı. Eyni əsrdə baş vermişdir. Axund dövlətinin süqut etməsi Axund dövləti 567-ci ildə süqut edib. Xəzər xaqanlığının yaranması 634-7-ci əsrdədir. 1-ci Göytürk dövlətinin yaranması isə 552-ci ildədir. Attilanın Bizansa hücum etməsi isə 434-447-dir. Deməli, bizə lazımdır 500-cü illərdə 2 dənə hadisə. Bu da olacaq 1 və 3. 552 və 567. 1 və 3. Cavab C variantı. Albaniyada Arşakilər sülaləsi dövrünə aid olanları seçin. Arşakilər sülaləsi Sasani dövlətçiliyinin asılı hala düşməsi. Deməli, Sasani dövlətindən asılı hala düşür. Daha sonra Albaniyadan bir dəqiqə Arşakilər sülaləsi eramızın 20-ci ilində hakimiyyətə gəlibdir. Deməli, Sasanilərdən asılı hala düşməsini götürəcək. Paytaxt şəhərin Bərdə şəhərinə köçülməsi. Bəli, Qəbərədən Bərdəyə 444-cü ilə köçülür. 1 və 2-ni götürürük. Xəzərlərin işğalına məruz qalması, məsələn, 629-cu ildə Xəzərlər Albaniyaya hücum edib 7-ci əsrin 30-cu illərində, sonralar Mehranilər dövründə davam edir. Əhalidən xarak vergisinin yığılması da olacaq. 4. Parfiyadan asılı hala düşməsi isə deməli, Parfiyadan birinci asılı hala düşsün ki, sonra Arşakilər sülaləsi hakimiyyətə gəlsin. O zaman biz 3 və 5-i götürməyəcəyik. Amma 1, 2 və 4-ü götürəcəyik. Çünki Arşakilər sülaləsi dövründə Sasanilər xarak vergisi alırdı. Sasani dövlətindən asılı hala düşmüşdü. Arşakilər dövründə və paytaxt şəhərinin Bərdəyə köçülməsi də həmin dövrdədir. Belə ki, Arşakilər sülaləsi bizim eranın 20-ci ilindən bizim eranın 510-cu ilinə qədər davam edir. Uzun müddətli hakimiyyətsizlik və yaxud da uzun müddətli Sasani mərzibanlığına qədər. 24-cü sual. Böyük Hun hökmdarı Mete Tanhuya aiddir. Çinin ticarət yollarının nəzarətə keçirilməsi, bəli, doğrudur. Pinçin müqaviləsindən sonra Böyük Hun dövlətinin əsasının qoyulması, xeyr, bu yanlışdır. Hakimiyyətin sonuna yaxın dövlətə və sararsan, xeyr, belə bir şey biz görmürük. Monqol və Tibet tayfaları da var. Biri də 4-dür. Deməli, 1 və 4 olacaq cavab. 25. Qədim dövrün xəritəsinə aid ulduzla göstərilmiş ərazi ilə bağlı düzgün fikri müəyyən edin. Bu, Makedoniyadır. Deməli, Balkan yarımadasının şimalı. Eradan əvvəl 4-cü əsrdə Misiri işğal etmişdir. Makedoniya 332-ci ildə Misiri işğal edib, bəli, bu doğrudur. Biri götürürük. Tarixdə ilk imperiya yaranmışdır. Bu yanlışdır. Bunu Sargon yaradıb. Bütün Hindistanı imperiyanın tərkibinə qatıb. Bu da yanlışdır. Çünki İskəndər ora uğursuz yürüş edibdir. Əhəmənilər imperiyasını yoxdur. Bu doğrudur. 4-ü götürürük. Yunan şəhər dövlətlərinin azadlığına da son qoymuşdur. Bəli, bu da doğrudur. Deməli, 1, 4 və 5 olacaq. 26. Manna hökmdarı İranzu və Ulusunuya aid ümumi cəhəti göstəririk. Paytaxtın yeni şəhərə köçürülməsi, xeyr, bu yanlışdır. Nə İranzu, nə də Ulusunu köçürməyib. Ümumiyyətlə, Mannada paytaxt köçürülməsi yoxdur. Bircə dənə İzortudur paytaxtı. Deməli, bir müddət Urartu dövlətinin siyasi asıllığını qəbul etməsi bu Ulusunuya aiddir, amma İranzuya aid deyil. Ona görə 1 və 2-ni götürmürük. 3 və 4-ü yoxlayaq. Urartu tərəfindən işğal edilmiş Manna torpaqlarının azad edilməsi, bəli, Ulusunu da 2-ci Sargonun köməkliyi ilə azad edir. İranzu da azad edir. Deməli, biri 3-dür.
Assuriya ilə müttəfiqlik münasibəti də doğrudur. Ulusunu əvvəl üz döndərsə də Assurlardan sonra barışır. Ona görə 3 ilə 4 doğrudur. 27. Uyğunluğu müəyyən edin. Avropa Hun dövləti, 1-ci Göytürk dövləti və Uyğur dövlətinə aid uyğunluq. Xəzər tayfalarını tabe etmişdir. Bunu götürürük 1-ci Göytürkə, 2-yə A gedir. Sasani dövləti ilə mübarizə aparmışdır. Bunu isə götürürük yenə 1-ci Göytürkə. A və B gedir 1-ci Göytürkə. 10-cu əsrin 60-cı illərində süqut etməsi 965-də bu heç birinə getmir, Xəzərlərə aiddir. Deməli, Qırğızların üsyanı nəticəsində süqut etməsi bu Uyğurlara gedəcək. D variantı gedir 3-ə. Bizansla ticarət müqaviləsi isə Avropa Hunu Atillaya gedəcək. Y isə gedir 1-ə. Mənbəyə baxaq. İbtidai icma cəmiyyətinin bu mərhələsində insan həyatında inqilabi səciyyə daşıyan və cəmiyyətdə dərin ictimai nəticələrə gətirib çıxaran köklü dəyişikliklər baş verir. Qadınların cəmiyyətdə rolunun artdığını, qəbilə insanlarının bu dövrdə fəaliyyət dairəsi genişlənir. Demək, qadınların cəmiyyətdə rolunun artdığı, qəbilə insanlarının bu dövrdə fəaliyyət dairəsi genişlənir. Yerli ehtiyat mənbələrinin istismarı güclənir və təbii sərvətlərdən istifadə üsulları formalaşır. Bu neolit dövrüdür. Çünki təbii sərvətlərdən istifadə üsulu əvvəlki DİM testində var idi, neolit dövrünə aid idi. İbtidai icma cəmiyyətinin hansı dövr neolit? Tarixi biliklərinizə əsasən bu dövrdə təsərrüfatın inkişafının insanların həyat tərzinə təsirini yazın. Yəni, toxuculuq, dulusçuluq, daş alətlərin cilalanması və deşilməsi kimi yeni sənət sahələri meydana gəlir. Təsərrüfatın inkişafı insanların həyat tərzinə təsirini insanlar oturaq həyata keçdilər. Bunu yaza bilərik 29-a. Daha sonra tarixi biliklərinizə əsasən bu dövrdə insanların həyat tərzində baş vermiş dəyişikliklər nəticəsində yaranmış 2 yeni sahə, bu da bayaq saydığım toxuculuq, dulusçuluq, daş alətlərin cilalanması və deşilməsi adlı sahələr idi. Bu qədər.